Hər vaxtınız xeyir. Bugün gəlin çox gərgin və 10 illiklərdir davam edən bir münasibətə baxaq. Venezuela və Amerika Birləşmiş Ştatları. Yəqin ki, bu barədə çox eşitmisiniz. Amma bu hekayə həqiqətən də bir tərəfin tam haqlı, digərinin isə tamamilə haqsız olduğu qədər sadədirmi? Biz bugün kimisə ittiham etmək üçün burada deyilik. Məqsədimiz bu mürəkkəb münasibətlər yumağını açmaq, hər iki tərəfin mövqeyini, tarixini və maraqlarını anlamağa çalışmaqdır. Yəni, bütün bu olanlar sadəcə bir yaxşılar pislərə qarşı hekayəsidir. Həqiqətənmi bir tərəfi mələk, o biri tərəfi isə şeytan adlandırmaq olar? Gəlin görək. Bilirsiniz, qlobal siyasət demək olar ki, heç vaxt ağ-qara olmur. Məsələ göründüyündən qat-qat dərindir. Elə buna görə də biz bugün barmaq silkələyib, kimisə günahlandırmaq əvəzinə hər iki tərəfin dünya görüşünü, onların tarixini, onların nəyin motivasiya etdiyini anlamağa çalışacağıq. Yaxşı, gəlin yol xəritəmizə baxaq. Əvvəlcə bu mürəkkəb münaqişənin özəyini anlamağa çalışacağıq. Sonra Venezuelanın suverenlik mirasına baş vuracağıq. Ardınca ABŞ-ın təsir mirasını araşdıracağıq. Daha sonra isə işin ən qaynar nöqtəsinə, neftə, sanksiyalara və onların nəticələrinə toxunacağıq. Və sonda bütün bunların necə bir qlobal güc oyununa çevrildiyinə baxacağıq. Beləliklə, birinci hissə, mürəkkəb münaqişə. Gəlin görək, bu gərginliyin tam mərkəzində nə dayanır? Baxın, bütün hekayəni əslində bu iki anlayışın toqquşması kimi düşünə bilərsiniz. Bir tərəfdə Venezuela var, onlar üçün hər şeydən önəmli olan məsələ milli suverenlikdir. Yəni, bizim işimizə qarışmayın. O biri tərəfdə isə ABŞ-dır, onların prioriteti isə qlobal təsirdir. Yəni, öz maraqlarını və dünyadakı mövqeyini qorumaq. Bu iki fərqli baxış toqquşanda qığılcımlar kaçılmaz olur. Yaxşı, gəlin birinci tərəfdən, Venezueladan başlayaq. Onların bu suverenlik məsələsinə niyə bu qədər həssas yanaşdıqlarını anlamaq üçün tarixlərinə qısa bir səyahət etməliyik. Venezuelanın DNT-sində deyə bilərik ki, müstəqillik kodu var. Hələ 19-cu əsrdə Simon Bolivarla başlayan müstəqillik mübarizəsi onlarda dərin bir iz qoyub. Sonra 20-ci əsrin əvvəllərində nə baş verir? Neft tapılır. Həm də nə neft? Bu ölkənin taleyini tamamilə dəyişir. Və təbii ki, bu sərvət böyük güclərin də diqqətini cəlb edir. 20-ci əsrin sonlarında neft sənayesini milliləşdirmələri isə əslində dünyaya bir mesaj idi. Bu sərvət bizə aiddir. Və bugünə gəldikdə isə xarici gərginliklər pik nöqtəsindədir. Bax, bütün bu tarixin nəticəsində Venezuela üçün bəli şeylər qırmızı çizgidir. Xarici müdaxilə, iqtisadi sanksiyalar, daxili siyasətə qarışmaq cəhdləri, onların gözündə bunlar sadəcə siyasi gedişlər deyil. Bu, birbaşa onların milli qüruruna, müstəqilliyinə, o Simon Bolivarın mirasına bir hücum kimi qəbul edilir. Məsələ onlar üçün bu qədər şəxsidir. İndi isə gəlin, medalın o bir üzünü çevirək və Birləşmiş Ştatların mövqeyinə baxaq. Onları nə motivasiya edir? Onların təsir mirası nədən ibarətdir? ABŞ-ın Latın Amerikasına baxışını anlamaq üçün açar söz budur. Monroe doktrinası. Hələ 1823-cü ildə ortaya atılıb. Əvvəlcə məqsəd Avropa güclərinə Amerikaya qarışmayın demək idi. Amma zamanla bu bölgə bizim təsir dairəmizdir anlayışına çevrildi. Bir növ öz arxa bağçaları kimi görməyə başladılar. Bu doktrina bugün də ABŞ-ın xarici siyasətinin təməl daşlarından biridir. Bəs bu təsir dairəsi praktikada nə deməkdir? Baxın, ABŞ-ın regionda çox aydın strateji məqsədləri var. Birincisi, Rusiya və ya Çin kimi rəqib güclərin buraya ayaq açmasını istəmirlər. İkincisi, enerji təhlükəsizliyi onlar üçün həyati önəm daşıyır. Üçüncüsü, öz iqtisadi və siyasi maraqlarını təbii ki, qorumaq istəyirlər. Və nəhayət, bütün bölgədə sabitlik olsun deyə çalışırlar, təbii ki, öz anladıqları şəkildə bir sabitlik. Bütün bunları bir araya gətirəndə, ABŞ-ın gözündə Venezuela hökuməti nəyə çevrilir? Regional stabilliyi üçün bir riskə. Onlar bunu avtoritar bir rejim kimi görürlər və bu rejimin həm bölgənin, həm də ABŞ-ın maraqları üçün təhlükə yaratdığını düşünürlər. Yəni, onların argumenti budur. Yaxşı, tarixi arxa plana keçdik. İndi gəlin bugünkü münaqişənin tam ürəyinə, yəni işin ən qaynar nöqtəsinə inək. Neft, sanksiyalar və bütün bunların acı nəticələri. Bu rəqəmə bir baxın, təxminən 300 milyard barel. Bu nə deməkdir? Bu o deməkdir ki, Venezuela təsdiqlənmiş neft ehtiyatlarına görə dünyada birinci yerdədir. Saudiya Ərəbistanından belə çox. Belə bir sərvətə sahib olan ölkənin qlobal siyasətdə kənarda qalması sadəcə mümkün deyil.
Və məhz buna görə də bir çox analitik düşünür ki, bu münaqişənin kökündə demokratiya və ya sosializm kimi ideologiyalar yox, daha fundamental bir şey dayanır: enerji. Söhbət bu nəhəng neft sərvətinə kimin nəzarət edəcəyi və kimin ondan faydalanacağı məsələsindən gedir. Yəni, hər şey gəlib neftə dirənir. İndi gələk sanksiyalara. Venezuela tərəfinin mövqeyi çox aydındır. Onlar deyirlər ki, bu sanksiyalar heç də hökuməti hədəf almır, birbaşa xalqı cəzalandırır, onların gündəlik həyatını iflic edir. ABŞ isə buna tam fərqli prizmadan baxır. Onların mövqeyi belədir: sanksiyalar bizim əlimizdəki bir alətdir və biz bu alətdən Venezuela hökumətinə təzyiq göstərmək, onu siyasi dəyişikliklərə məcbur etmək üçün istifadə edirik. Kim haqlı, kim haqsız, bu başqa bir müzakirənin mövzusudur. Amma faktlar var. Və faktlar göstərir ki, sanksiyaların, eləcə də ölkədəki iqtisadi idarəetmənin nəticələri Venezuela üçün çox ağır olub. Ciddi iqtisadi çöküş, astronomik rəqəmlərə çatan hiperinflyasiya və milyonlarla insanın öz vətənini tərk etmək məcburiyyətində qalması. Bunlar sənədləşdirilmiş reallıqlardır. Amma bir dəqiqə, bu hekayədə təkcə Venezuela və ABŞ yoxdur. Səhnəyə başqa böyük oyuncular da daxil olub və bu məsələni daha da mürəkkəbləşdirir. Kimdir bu oyunçular? Əsasən Rusiya, Çin və İran. ABŞ-la münasibətləri gərgin olan bu ölkələr Venezueladakı vəziyyəti özləri üçün bir fürsət kimi görüblər və bölgədəki mövcudluqlarını ciddi şəkildə artırıblar. Onların iştirakı sadəcə diplomatik bəyanatlarla məhdudlaşmır. Baxın, Rusiya həm iqtisadi, həm hərbi, həm də diplomatik sahədə aktivdir. Çin əsasən iqtisadi və diplomatik dəstək verir. İran isə həm iqtisadi, həm də hərbi sahədə Venezuela ilə əməkdaşlığı dərinləşdirir. Bu artıq ciddi bir ittifaq şəbəkəsidir. Və bax bu nöqtədə məsələ ABŞ üçün tamamilə başqa bir səviyyəyə qalxır. Artıq söhbət sadəcə bir Latın Amerikası ölkəsindəki rejimdən getmir, söhbət rəqib qlobal güclərin ABŞ-ın arxa bağçasına gəlib yerləşməsindən gedir. Bu, məsələni regional bir problemdən birbaşa qlobal təhlükəsizlik məsələsinə çevirir. Deməli, yekun olaraq nə görürük? Dünya siyasəti bir cizgi filmi deyil, burada saf yaxşılar və saf pislər olmur. Hər şey maraqlar, fərqli tarixi yaddaşlar və amansız güc balansı üzərində qurulub. Venezuela-ABŞ münasibətləri də bunun çox bariz bir nümunəsidir. Və sonda mən sizi bir sualla baş-başa buraxmaq istəyirəm. Bir anlıq düşünün. Əgər siz Venezuelanın yerində olsaydınız, özünüzü və sərvətinizi qorumaq üçün nə edərdiniz? Və ya Birləşmiş Ştatların yerində olsaydınız, öz qlobal mövqeyinizi və təhlükəsizliyinizi təmin etmək üçün hansı addımları atardınız? Bu sualın asan bir cavabı yoxdur. Elə beynəlxalq siyasətin bütün mürəkkəbliyi də bundadır.